Əziz dostlar, Əhlüsünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm dua edib ki, Muaviyəni söyəni Allah Taala rəhmətə çevirir Muaviyə. Ona görə ən çox rəhmət qazanan Şiə tərəfidir, Muaviyəyə rəhmət oxuyurlar. Peyğəmbər sallallahu əleyhi və səlləm dua edib ki, Muaviyəyə kim lənət eləyir, söyür, onu rəhmətə çevir. Allahdan istədi. Ona görə ən çox sahabələrin içində rəhmət qazanan Muaviyyədir radiyallahu anh. Burada iki məqama diqqət yetirək. Birinci məqam. Qətiyyətlə bildirək ki, Əhlüsünnənin heç bir mötəbər hədis kitabında belə bir hədis yoxdur. Nə Səhih Buxaridə, nə Səhih Müslimdə, nə də sünnilərin mötəbər saydığı digər Kutub-i Sittə hədis toplularında qardaşımızın iddia etdiyi hədis yoxdur. Maraqlıdır ki, başqa vaxt hədislərin səhihlik dərəcəsinə həssaslıqla yanaşan sələfi qardaşımız Muaviyyə məsələsində bu qaydanı kənara qoyur. Allah Rəsulu Muaviyyə barəsində belə dua etmədiyi halda, bu haqda heç bir hədis olmadığı halda Peyğəmbərin adından Muaviyyəyə lənəti rəhmətə çevirən hədis söylüyür. İkinci məqam. Qardaşımızın da vurğuladığı kimi, Şiələr Muaviyyəni lənətlə yad edirlər. Bəs bunun səbəbi nədir? Şiələrin Muaviyyə ilə nə qəsdi qərəzi ola bilər ki? Məsələ isə belədir. Həm Əhlüsünnə, həm də Şiələrin mötəbər hədis kitablarında Allah Rəsulundan belə bir hədis nəql edilir. Ya Ali, la yuhibbuka illə mu'min və la yubğiduka illə munafiq. Yəni, ey Əli, səni yalnız mömin sevər və sənə qarşı yalnız münafiq çıxar. Hərfi olaraq belə tərcümə edə bilərik. Ey Əli, səni sevməz mömindən başqa birisi və sənə qarşı çıxmaz münafiqdən başqa birisi. Allah Rəsulundan rəvayət edilən bu hədis Əhlüsünnənin ən mötəbər hədis mənbələrində, o cümlədən Səhih Müslimdə nəql edilib. Tarixi faktlardan məlum olduğu kimi, Muaviyyə ibn Əbu Sufyan dövrün xəlifəsi olan Həzrət Əliyə qarşı çıxmış, ona qarşı qiyam etmiş, müharibə baş vermiş və bu müharibədə 10 minlərlə müsəlman qətlə yetirilmişdi. Məhz Muaviyyənin bu qiyamı nəticəsində, rəsmi xilafətə qarşı çıxması nəticəsində Siffeyn döyüşündə müxtəlif məlumatlara görə 70 minə qədər müsəlman qətlə yetirilmişdi. Beləliklə, Əhlüsünnənin mötəbər hədislərindən gördüyümüz kimi və danılmaz tarixi faktlardan şahidi olduğumuz kimi, Muaviyyə dövrün rəsmi xəlifəsi olan Həzrət Əliyə qarşı çıxıb. Allah Rəsulunun buyurduğu kimi, Əliyə yalnız münafiq olan şəxs qarşı çıxa bilər. Bu hədisə görə Həzrət Əliyə qarşı çıxmış Muaviyyə ibn Əbu Sufyan münafiqdir. Bunu biz demirik, bunu Allah Rəsulu deyir. Allah Rəsulunun səhih hədisində buyurulur ki, Əliyə qarşı çıxan Muaviyyə ibn Əbu Sufyan münafiqdir. Bəziləri düşünə bilər ki, yox, bu söz ona aid deyil, başqa birilərinə aid ola bilər. Olmaz Muaviyyə toxunmaq. Ümumiyyətlə, sahabələrin xatalarına toxunmaq olmaz. Amma bunu Allah Rəsulu elə öz dövründə yaşayan insanlara deyib. Həzrət Əliyə bunu deyərkən ətrafdakı insanları nəzərdə tutub deyib. Həzrət Əliyə qarşı ondan sonraki insanlar necə qarşı çıxa bilərlər? Necə ona qarşı qılınc qaldıra bilərlər? Hərçənd öz dövründə Həzrət Əliyə qarşı qılınc qaldıran şəxslərin ardıcıllığı olmaqla elə indiki dövrdə də Əliyə qarşı çıxmaq mümkündür. Amma ilk növbədə müxatəbi olan, müraciət edib üz tutub dediyi insanlar öz dövründə yaşayan insanlar olub. Və öz dövründə yaşayan insanları ilk növbədə nəzərə alaraq Allah Rəsulu buyurub, ey Əli, sənə yalnız münafiq olan şəxs qarşı çıxa bilər. Əziz qardaşlar, əziz bacılar və ilk növbədə Əhlüsünnədən olan əziz qardaşlarımız, əziz bacılarımız. Şahidi olduğumuz kimi Allah Rəsulu Əliyə qarşı çıxan şəxsi münafiq adlandırıb. Tam obyektiv olaraq məsələyə yanaşsaq, sizcə Muaviyyənin adı çəkilərkən, Muaviyyə yad edilərkən Allah ondan razı olsun,
Muaviyə radiyallahu anhu demək nə dərəcədə düzgündür? Muaviyəni sevmək, Muaviyəni müdafiə eləmək nə dərəcədə düzgündür? Allah Rəsulunun münafiq adlandırdığı bir şəxsi müdafiə etməyə nə lüzum var ki? Halbuki Allah münafiqlərə dair Quranda belə buyurur. Mərhəmətli və rəhimli Allahın adı ilə. Həqiqətən münafiqlər odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən. Əziz dostlar, bu məsələyə diqqətlə yanaşaq. Gördüyümüz kimi, Həzrət Əlini sevmək və ona qarşı çıxmağı Allah Rəsulu sanki bir meyar kimi dəyərləndirib. Bu meyara əsasən Əlini sevməyi iman, Əliyə qarşı çıxmağı münafiqlik adlandırıb. Buradan çıxış edərək üzümü tuturam əziz qardaşlarımıza. Bundan sonra da Muaviyəyə Allah ondan razı olsun demək, münafiq olan bir şəxsi müdafiə eləməyə ehtiyac varmı?